58-ə 4-ə baxırıq. During the storm we didn't see. Uşaqlar, cümləmizin içərisində nə var? Not var. Not varsa nələri çıxırıq? Samlar, nolar. Eləmi? Qaldı bizə nə? Anybody. Başqa. 7-də. Deyir, look is waving at you. Do you know that person? Bax, əl yelləyir sənə. Tanıyırsan o adamı. Demək, heç kim, heç nə ola bilməz. Heç kim, heç nə sənə əl yelləməyəcək ki. Kimsə sənə əl yelləyir. Tanıyırsan o adamı. Somebody. Y variantı. Başqa? 12. 11 sonra 12. 11-də. Uşaqlar, help burada nədir? İsimdir. Without haqqında nə demişdik? Without haqqında demişdik ki... Əllə bir yerdə işlənir. Ay, sağ. Any və onun törəmələri işlənir. Ay, sağ. Ona görə no'ları çıxaq, samda çıxaq. Burada help burada isim yerindədir. İsimdir. Anything-i də çıxarıq, qalır bizə D variantı. 12-də cümləmizdə nə var? Not var. Not varsa nələri çıxırıq? Samları, no'ları çıxırıq. Qaldı bizə nə? D-lə Y variantı. D, Y. Boşluğun sağında nə var? Stars nədir? Ulduzlar. Yəni isim var. İsim varsa nəyi çıxarıq? Ay, sağ ol. Törəməni çıxırıq, qalır bizə Y variantı. Başqa? Qalmadı ki burada. Mən də 60'larım. 60'da. 59 işləmişdik. 59 elə bir dərsdə işlədik ya. 60'da. 60'da neçə? 60'da neçə? 9. 6 sonra 9. 5. Ondadır. Uşaqlar, baxın 5-də. Boşluğun sağında nə gəlib? Drivers. İsim gəlib. Hələ. Özü necə isimdir? Özü necə isim? Demişdik ki, every. Bəli, cəm isimdir. Ən azədir, everydir, içdir. Bunlar tək isimlərlə. Ən azə sayılan tək isimlərlə. Bunlarla işlənir. Azəsdən sonra. Sonra da isim gəlmir. Azəs, törəmə yoxdur burada. Azəsdə, bəli. Sonunda bir tane S olan var, azəs. Bundan sonra da isim gəlməz. Qalır bizə A variantı. Sonra 6. Every'dən, bir dənə burada every'dən sonra of işlənə bilməz. Qalan hamısını qoya bilirik. One, each, all, both'u qoyuruq. Amma baxırıq nəyə? Çünki fiil cəmdir. Çünki cəmlə işlənir. Heç təkdə olur. Bəli. Xəbərə baxırıq, yəni feilə baxırıq. O da cəmdədir. One-dan 2 çıxırıq, qalır bizə ondan boz. 9 demişdi, zənəmi? 9-a da baxaq. Boz, uşaqlar, mən boz görürəm, ol görürəm. Bunlardan sonra nə gələr? Cəm feil gələr. Deyir, every'dən mübtəda olmaz, isimlə işlənər. Burada deyir ki, everything was talking olar. Hər şey söhbət edir Simonun yeni dostu haqqında olmur. Ona görə də everybody mənasına görə everybody was talking about Simon's new friend. Hər kəs Simonun yeni dostu haqqında danışırdı.